Dostlar, salamlayıram sizi. Hər vaxtınız xeyir olsun. Sizi Paçayev'dən salamlayıram. Bu müqəddəs Paçayev kompleksidir. Niyə bu çəkiliş edirəm? Ona görə sizə bir daha sübut eləmək istəyirəm ki, bəzi Moskva başlara sübut eləmək istəyirəm ki, Rusiya Ukrayna niyə tutmaq istəyir? Nədir onun azarı? Axı niyə bir belə qurbanlarla? Çünki görürsünüz bu kompleks ki var, böyük kompleksidir. Oradan da çox böyük bir əzəmətli bir yerdir. Mən özüm dəfələrlə olmuşam. Demək, müəyyən hətta möcüzələrlə də. Halbuki mən birinci təhsilimə görə mühəndis fizikəm, yəni məni aldatmaq belə asan deyil fiziki hadisələrlə. Amma doğrudan da izahı olmayan burada bəzi məsələlərlə mən qarşılaşmışam. Nə demək istəyirəm? Rusiyanın Ukraynanı işğal etməsi səbəblərindən biri də onun mənəvi həyatını, onun tarixini işğal etməkdir. Moskvada həyat olmayanda, bataqlıqlar olanda Ukraynada belə tarixi yerlər var idi. Təxminən 13-cü əsrin əvvəli 1205-ci ildə birinci dəfə bura torpaq ayrılıb. Ondan əvvəl 4 monarx deməli Kiyev Peçera lavrasından deməli gəliblər. Çox qəribə bir yerdir, doğrudan çox əzəmətli bir kompleksdir. Xristiyan dünyasının, o cümlədən pravoslav dünyasının birinci üçlükdə olan abidələrindən, komplekslərindən biridir. Ki 16-cı əsrdən dayanmadan fəaliyyət göstərir və son illərə qədər təxminən 2018-19-cu ilə qədər deməli Moskva patriarxatına tabe idi və burada Rus QRO-nun mərkəzlərindən biri idi. Mən Ternopildə televiziyada işləyəndə biz burada dəfələrlə qarşı durmalara getmişik. Hətta bizim dostlarımızdan birini də öldürmüşlər. Bundan bağlı haçansa sizə danışaram. Vilayət Sovetinin sədr müavini İvan Mixayloviç Qaldidan. Bax, bu həmin o məşhur Rusların keçmiş kəşfiyyat mərkəzlərindən biri olan Paçayev. Kompleksdə çox təəssüf olsun ki, duman imkan vermir ki, hər tərəfi görəsiniz. Amma doğrudan da əzəmətli böyük bir kompleksdir, çox böyük. Özə təpənin üstündədir, dağın üstündə. Mən sadəcə elə yerdən çəkiliş yaparım ki, üzbəyiz penthouse-dayım mən və buradan çəkiliş yaparım. Hani istəyərdim ki, belə ciddi məqamları cəmiyyətimiz bilsin. Yəni, müharibənin səbəbi Ukraynanın tarixinə uğramaqdır. Çünki Rusiyanın doğum tarixi saxtadır. Onun Rus yaxud Rusiya sözünə heç bir qarşıcağı yoxdur. Belə dostlar, istədim ki, biləsiniz, istəsəz internetdə tapın, baxın, Paçayev kompleksi, Paçayev Uspen kompleksi saboru və orada çoxlu, böyük bir əzəmətli bir yerdir. Yəni, öncə ancaq fiziki görəsən, belə sözlə izah eləmək çətin məsələ. Dəfələrlə, onlarla dəfə bəlkə olmuşam burada. Dəfələrlə. Biz multikulturalist olaraq, yəni normal müsəlman olaraq tək Allahlı dinlərə hörmətlə yanaşmağı, başqalarının dininə, imanına, inancına hörmət etməyə bacarmalıyıq. Sağ olun, salamat qalın. Göstərdim, hər halda gördüyünüz ki, belə buranın da davası gedir. Qərbi Ukraynada bura, Ternopil vilayəti, Rovno vilayətinin kəsişdiyi yerdir. Buradan dövlət sərhədinə böyük məsafə yoxdur. Yəni, Rusiya nə Donbasda, ya hardasa duran deyil də, o tarixin, Ukraynanın tarixinə yiyələnmək istəyir. Sağ olun, salamat qalın dostlar, bildiniz. Hələlik.